Sızanaqlardan, səpkilərdən əziyyət çəkirsənsə, sən də bu yaz fəslində bəzi meyvələr yeyirsən, onlardan allergiya verirsən və yaxud zəhərlənmə verirsənsə, onda sona qədər mənə diqqətlə qulaq as. Çünki sən də bu sızanaq və səpkilərə görə bəzi bahalı kremlər, mazlar istifadə edirsən, amma onlar da sənə kömək etmirsə, yenə də sızanaqların qalır, səpkilərin qalırsa, video sona qədər diqqətlə qulaq asın. Çünki sizə elə bir məhsul göstərəcəm ki, bu sızanaqları tam təmiz dibindən yox edəcək. İlk öncə ekranın kənarında olan pil işarəsini toxunmağı və ağ ürəyi qızartmağı yaddan çıxartmayın. Deməli, bunun üçün neyiniz? Yaxınlaşsınız, istənilən bir aptekə Lactofiltrum tabletka alırsınız. Deməli, Lactofiltrum tabletka nəyə görə istifadə etməlisiniz? Çünki bəzi sızanaq və səpkilər var ki, bunlar mədə bağırsaqda olan zərərli toksinlərə görə yanır. Yəni, zərərli toksinlər atıla bilmədiyinə görə mədə və bağırsaqdan. Buna görə də sizin bədəninizdə və yaxud üzünüzdə sızanaqlar, səpkilər və pirişiklər yaradır. Və siz bu Lactofiltrum tabletkanı istifadə etdikdən sonra sizin mədə və bağırsağınızda olan zərərli toksinlər tamamilə təmizlənəcək və sızanaqlar, səpkilər hamısı bir dəfəlik yox olacaq. Həmçinin hər hansısa bir meyvə yemişsiniz, allergiya vermişsinizsə, bunun zamanda istifadə edə bilərsiniz və yaxud hər hansısa meyvədən və yaxud bir vasitədən zəhərlənmişsə, eyni zamanda bunun üstündə Lactofiltrum tabletka istifadə edə bilərsiniz. İstifadə qaydası 7 yaşından yuxarı hər kəs rahatlıqla istifadə edə bilər. 7 yaşından 14 yaşına qədər olan uşaqlar və yeniyetmələr bir tabletkadan gündə 3 dəfə, 14 yaşından böyük hər kəs isə 2 tabletkadan gündə 3 dəfə qəbul edə bilər ki, sızanaq, səpki, allergiya və zəhərlənmə kimi problemlərdən bir dəfəlik azad olsun. Videonu bəyənməyi, takib atmağı və